Salam dəyərli izləyicilər. Bugün 20 aprel 9-cu siniflər üçün buraxılış imtahanı keçirilib. Həmin sualların izahını verəcəm. Başlayaq birinci sualdan. Deməli 1, 7, 9, 5, 3, 6 rəqəmlərindən düzələn ən böyük və ən kiçik 6 rəqəmlə ədədin fərqini tapın. Ən böyüksə uşaqlar 9-dan başlamalıyıq. Bircə dəqiqə. Uşaqlar ən böyük deyirsə kiçikdən böyük, böyükdən kiçiyə düzürsüz. Ən kiçik deyirsə kiçikdən böyüyə düzürük. 6 rəqəmli ədəd. 9, 7, 6, deməli 9, 7, 6, 5, 3, 1. Ən kiçik isə bunun tərsidir. 1, 3, 5, 6, 7 və 9. Bunların fərqi. Deməli, 1-dən 9 çıxanda qalır 2, 12-dən 7 çıxanda 5 qalır. Buradan 1 vermişdik. 14-dən 6 çıxanda 8 qalır. 5-dən 5 çıxanda 0 qalır. 7-dən 3 çıxanda 4. Bu da 840.852, yəni A bəndi. İrrasional ədədlərdən hansı 3/1-dən kiçikdir? Uşaqlar 3/1-dən kiçik olması üçün məxrəci 3-dən böyük olmalıdır. Onda baxıram ki, 3 köş altında 9 deməkdir. Hansının məxrəci köş altında 9-dan böyükdür? C-nin. 59-cu sual. İfadəsinin qiymətini tapın. Uşaqlar %25 4/1 deməkdir. Köş altında baxın. 4/1, 16, bu da %36. İndi kökdən çıxarsam 4/1-dən çıxır 2/1, 16-dan 4 çıxır, 116-dan da 10-da 6 çıxır. İndi sadələşdirək. 4-ü 6-ya vuraram, yuxarıda 24 olar, aşağıda 20. 2-yə də bölərəm, 12/10. Bu deyilir 1/2. Yəni A bəndi. 60-cı sual. İstənilən boş olmayan A, B, C çoxluqları üçün münasibətlərdən hansı doğru deyil? A-la A-nın kəsişməsi A-ya bərabərdir. Doğrudur. Bu getdi. A-la B-nin kəsişməsi, bu da doğrudur uşaqlar. Sonra A daxildir A-la B-nin birləşməsinə, bu da doğrudur. A-la B-nin kəsişməsinin A-la birləşməsi A-nı verir, bu da doğrudur. B ilə C-nin kəsişməsinə B daxildir. Uşaqlar, bu yanlışdır. Niyə görə? Cavab burada Y-dir. B ilə C-nin kəsişməsində element sayı az olur. B bütövlükdə ora daxil olunur. B ilə C-nin kəsişməsi B-yə daxildir. Tərsin olmalıdır. 61. Kubun tilini 1 vaid artırsaq, onun həcmi 19 vaid artar. Kubun tilini tapın. Normalda kubun həcmi A-dır. A-nın kubudur. Tilin 1 vaid artıranda, yəni A plus 1-in kubu olanda 19 vaid artır. Yəni bunun üstünə 19 gəlsəm, bir-birinə bərabər olacaq. İndi uşaqlar, təbii ki, bu tənliyi həll eləyərək biz cavabı tapa bilərik, amma işimizi uzatmayaq. Əslində, gəlin elə birbaşa həll eləyək. Üstəgəl 19 bərabərdir. Bunun açılışı olacaq A kub plus 3A kvadrat üstəgəl 3A üstəgəl 1. Burada A kublar gedər. 3A kvadrat üstəgəl 3A, 19-da sağa keçsəm, çıx 18 olacaq, bərabərdir 0. A kvadrat üstəgəl A, çıx 6 bərabərdir 0. Hasili -6, cəmi -1. -3 ilə 2-dir. Uşaqlar, -3 tilin uzunluğu olmaz, 2-dir. Həqiqətən də birinci yoxlayaq, 2-nin kubu eləyir 8, 1 vaid artırsam 3-ün kubu eləyir 27. Həqiqətən də 19 vaid artır. Deməli, oldu B variantı. 62-ci sual. Daxili bucaqların cəmi 1800 olan qabaq çoxbucağının tərəflərinin sayını tap. Deməli, daxili bucaqların cəmi 180 vurulsun, n çıxılsın 2 ilə tapılır. Bu 1800-dür. Bundan ixtisar gedəcək 10 qalacaq. N çıxılsın 2 bərabərdir 10, n də bərabərdir 12. Vəssalam, D bəndi. 63. Velosipedçi 24 km bölünsün saat sürətlə gedərək müəyyən məsafəni 1,5 saata qət elədi. Velosipedçi həmin yolu 18 km bölünsün saat sürətlə neçə saata gedər? İndi 24 ilə gedirsə 1,5 km, 1,5 saata 18 ilə gedəcək x-a. Səbəb nədir uşaqlar? Deməli, indi sürət artanda zaman azalmalıdır, tərs mütənasibdir. Ona görə qarşı-qarşıya vurulacaq. 18x bərabərdir. 24-də 1,5-ə vuranda eləyəcək 36. X də bərabərdir 2-yə. Yəni, Y bəndi. Növbəti 64-cü sual. A-nın hansı qiymətində 3A üstəgəl 9 ifadəsinin qiyməti 4A çıx 18 ifadəsinin qiymətindən 3 dəfə böyük olar. Onda bundan 3 dəfə böyük olsun deyirsə, bərabər eləyərəm, 3-ü vuraram buna. Bu zaman bərabərlik alınır, A-nı taparım. 3A üstəgəl 9 bərabərdir 12A çıx 54.
3 sağa keçirərəm. 9-a, 54-ü sola keçirsəm toplanacaq olacaq 63. A da bərabərdir 7. Yəni Y bəndi. Normal suallardır uşaqlar hələ ki. 65 sadədir, kvadratlar fərqidir. Və yaxud da tək-tək hesablaya bilərsən. 10 çıx 8, 10 üstəgəl 8 böl 18. Uşaqlar bununla bu gedir. 10-dan 8 çıxanda da qalır 2. Y bəndi. Deməli, yoldaşımız nə edib? 100-dən 64 çıxıb 36 18-ə bölüb 8 yazıb, təəssüf. 66. Dairəvi diaqramda universitet tələbələrinin fakültələr üzrə sayının faizlə ifadəsi göstərilib. Televiktorinada iştirak etmək üçün, yəqin ki, bilik yarışıdır. Universitetin bir tələbəsi təsadüfən seçilir. Hansı hadisənin baş vermə ehtimalı ən böyükdür? Uşaqlar, ən çox şagird budur da, baxın, təbiət elmlərindəndir. Ən çox şagird təbiət elmlərindəndirsə, təbiət elmlərindən gəlmə ehtimalı daha çoxdur. Təbiət elmləri fakültəsi seçilmişdir. İqtisadiyyat fakültəsinin tələbəsi. İqtisadiyyat hansıdır? Bu 14 və ya Riyaziyyat fakültəsinin tələbəsi riyaziyyatda 21. Bu ikisinin cəmi nə qədər edir? 35. Uşaqlar, Y deyil. Bəli, cavab C-dir, doğrudur. 67. İfadəsini sadələşdirin. Uşaqlar, bu %36-dır. Birinci ədədlərə baxaq. Sonra 2,9-da 2. Bunu çevirsəm 2-ni 9-a, 18-in üstə 2, 9-da 20 olacaq. Vurulsun, başqa ədəd yoxdur. Bunlar getdi. A üstü -5, A üstü 4. İxtisara gedəndə -5-in üstə 4 gələndə qalacaq A üstü -1 vur. B üstü 6, B üstü -4. 6-ın üstə -4 gələndə olacaq B üstü 2. C üstü 3, C üstü -5. Bu da olacaq C üstü -2. Sadələşdirək. Bununla bu ixtisara gedəcək 4 qalacaq. Bununla bu ixtisara gedəcək 5 qalacaq. Olacaq 5-də 4, A üstü -1, B üstü 2, C üstü -2. 5-də 4, A üstü -1. Baxın, D bəndi. 68. Radiusu 7,5 cm olan dairənin diametrini tapın. Çox sadə uşaqlar, 2-yə vurursan C bəndi. 69. Çevrəsinin OY oxu ilə kəsişmə nöqtəsinin koordinatlarını tapın. Uşaqlar, çevrə OY oxu ilə kəsişirsə, məsələn, OY oxu ilə kəsişirsə, burada x0-dır. X-a 0 ver. -4-ün kvadratı eləyəcək 16 plus y kvadrat bərabərdir 52. Y kvadrat bərabərdir 52-dən 16 çıxanda qalacaq 36. Y bərabərdir plus minus 6. İndi uşaqlar, x-i 0 daha 1 olacaq 0, 6 nöqtəsi, bir də 0, -6 nöqtəsi. Çox sadə sualdır bu da. B bəndi. 70. Tənliyini həll eləyin. Uşaqlar, x-i çıxararsan qarşıya. 4x çıx 3 bərabərdir 0. X bərabərdir 0. 4x çıx 3 bərabərdir 0. Buradan x bərabərdir 4-də 3-ə. Deməli, tənliyin kökü 1 kökü 0-dır. 1 kökü də 4-də 3. C bəndi. Sonra 71-ci sual. İfadəsini sadələşdir. Uşaqlar, yenə orta məxrəciyyətləri fikir verin. Məxrəci kvadratlar fərqi olacaq. Olacaq x kvadrat çıx a-nın kvadratı. Çarpaz vuracam. A vurulsun x çıxılsına. X çıxılsına. Bircə dəqiqə. Çıxılsın. A vurulsun x üstəgəl a-ya. Bunu vurub basıb sadələşdirək. Aşağı ilə işimiz yoxdur. X kvadrat çıx a kvadratdır. Yuxarıda ax çıx a kvadrat çıx ax çıx a kvadrat. Düzmü yazdıq? Bəli. Buradan ax-lar gedər. Diqqətlə baxın. 2 dənə mənfi a kvadrat olacaq. -2a kvadrat bölünsün x kvadrat çıx a kvadrat. İndi sualın şərtinə baxın. Mənfi ilə olan yoxdur. Onda mənfini məxrəcə vururam. Yuxarıda qalacaq 2a kvadrat. Aşağıda olacaq a kvadrat çıx x-in kvadratı. Yəni a bəndi. 72. 3x bölü 2 çıxılsın 4-də 3 kiçikdir 4x çıx 5. Ən kiçik həll. Uşaqlar, demişik ki, kəsirdən canımızı qurtaraq. Buna aid son paylaşdığımız sınavda var idi. 4-ə vuraram. 4-ə vuranda bununla ixtisar gedəcək, qalacaq 6x çıx 3 16x çıx 20. Kəsirdən qurtarmaq üçün 4-ə vurdum. 6x-i sağa 20-ni sola keçirəm. Olacaq 20 çıx 3 kiçikdir 16 çıx 6 oldu 10x. 10x böyükdür 17-dən. X də böyükdür 1,7-dən.
Ən kiçik tam əldə 1,7-dən böyük ən kiçik həll nədir? 2. Hesab səhv etmədiksə cavab 2-dir. 73. Mətbəədəki rəngli ağ və qara çap olunan bir vərəqin qiyməti cədvəldə verilib. Elnur bu mətbəədə 1/5 ağ-qara, qalanı rəngli çap olmaqla 4000 vərəq çap etdirdi. Buna görə o mətbəyə neçə manat ödəməlidir? Deməli, birincisi uşaqlar 5/1 ağ-qaradsa 4000-in 5/1-ini tapanda 5-ə bölərəm 800 eləyər. Deməli 800 dənə ağ-qara 4000-dən də 800 çıxsam 3200 rəngli. İndi çap eləyib. Uşaqlar baxın, ağ-qaraya baxaq. Ağ-qara 1-dən 1500-ə qədər vərəq 35 qəpikləndi. 1500-dən çox olanda 30 qəpikləndi. İndi 1-dən 1500-ə qədərdir deyə 800 vurmalıyam. 0,35-ə. İndi bu sıfırlar buna dəyəcək olacaq 35 vur 8. 8-i 30-a vuranda 240, 5-ə də vurdum 280 eləyir. Səhv hesablamadıqsa. 280 manat buna gedir. Gəldi indi rəngliyə. İndi rənglilərin sayı 3200-dür, 1500-dən çoxdur deyə 45 qəpik ilə hesablanacaq. 3200-ü vuracam 45-ə. 0,45-ə. Bunun 2 sıfırı bunu eləyir 45. Olur 45 vur 32. İndi 45-ə 32-yə uşaqlar vuraq. 45 vur 32. Deməli 0 1 yadda 9. Aşağıda 5 1 yadda 13. 0 14 1 yadda 1440. Bu oldu 1440 manat. O da 280. Toplayaram. 0 2 1 yadda 6 7. 1720 manat pul eləyəcək. Gəldi 74-də tənlilər sistemindən x, y tap. Tərəf-tərəfə toplasam 3x bərabərdir 21 doğru yazıb. X oldu 7. X 7-sə gətirib yazaram burada yerinə. X plus y, yəni 7 plus y bərabərdir 12. Y də olur 5. 7-ni 5-ə vuraram, hasilini soruşuraq. 35 olacaq cavabımız. 75. Avtobusda 30 nəfər sərnişin var idi. Birinci dayanacaqda 7 nəfər düşdü. Oldu 23 nəfər. Əvvəl baxın 30 idi. 7 nəfər düşdü, oldu 23. Sonra 9 nəfər mindi, oldu 32. İkinci dayanacaqda isə 14 nəfər düşdü. 14 çıxaram, qalar 18. 4 nəfər mindi, oldu 22. Avtobusda ikinci dayanacaqdan sonra neçə sərnişin oldu? 22 dənə uşaqlar və sadə sual. 76. AB və CD parçaları Y nöqtəsində kəsişir və yarıya bölünürlər. Bu tərəf bu tərəfə bərabərdir, bu tərəf də bu tərəfə bərabərdir. Onda uşaqlar məcbur AD-də CD-yə bərabərdir. İki tərəf arasındakı bucaq bərabər olur, çünki kəsişiblər. Qarşılıqlı bucaqdır. Yəni bunlar bərabər bucaqlardır. İndi BY bölünsün YD. BY bölünsün YD 6 4'dür. 6x 4x bir də AD. AD də 9x-dir. İndi bura 9x-dirsə, burada 9x-dir. Bura 4x-dirsə, bu tərəflə bu tərəf uyğundakı yarıya bölünüb. Burada olur 4x. ADY üçbucağının perimetri. Uşaqlar bura 6x-dirsə yarıya bölündüyünə görə burada 6x olur. Bunun perimetri 38-dir. Toplayaram. 9x üstəgəl 4x üstəgəl 6x bərabərdir 38. 19x bərabərdir 38. X olur 2. Bizdən CB-ni soruşur. X 2-dir. 9x-dir bu. 9'u 2'yə vuracam 18. 76 cavabı oldu 18. 77-yə baxaq. Deməli, YF paraleldir AC-yə. YF bərabərdir 3-ə. FC də 3-dür. Burada 3-dür. Burada 3-dür. AC də 9-dur. Burada X olsun. Yəqin ki, bunu soruşur. Şuralar oxşarlıqdır. X-in 3-ə nisbəti bərabərdir. Böyüyün. X plus 3'ün 9'a nisbəti. Çarpaz vursam 9x bərabərdir 3x plus 9. 6x bərabərdir 9. X də bərabərdir 9 böl 6. Yəni 3 böl 2 1/5. Bura oldu 1/5. Cavab oldu 1/5. Bir dəqiqə, bəli. Sonra 78. Son suallar. Bir ədədin 25%, digər ədədin 50%-nə bərabərdir.
Tutaq ki, bir ədəd x-dır, digəri y. Birinin 25%, yəni x vur 25 bölü 100. Digərinin 50%, yəni y vur 50 bölü 100 bərabərdir. Buradan 100'lər gedər, bu da ixtisar gedər. Qalacaq x bərabərdir 2y-ə. Bu ədədlərin fərqi 60'dır. Yəni x çıxılsın y bərabərdir 60'a. Axı uşaqlar, x də 2y-dir. 2y çıx y bərabərdir 60. Buradan y bərabərdir 60'a. Y 60'dırsa, x də bunun 2 qatıdır, 120'dir. Ədədlərin cəmini tapın. 120 üstəgəl 60. Oldu 180, cavab oldu 180. Elnur, 79-cu sual. Elnur hər gün eyni miqdarda pul xərcləyir. Elnurun pulunun və xərclədiyi pulun miqdarını göstərən qrafik aşağıda verilib. Elnurun pulu neçə günə bitər? Elnurun pulu neçə günə bitər? Uşaqlar, bunu funksiya ilə eləmək olar. Mən funksiyasız həll eləyəcəm. Baxın uşaqlar, bu hər gün eyni pul xərcləyir. Bax, məntiqlə çox gözəl şəkildə həll eləmək olar. Hər gün pul xərcləyir. Pul xərclədikcə, məsələn, bu 150 manatdan məsələn 10 manat azaltdı, düzdür? Axı bu xərclədiyi pul 10 manat artacaq. Məsələn, bu azala-azala gələcək, bu da arta-arta gələcək. Burada nə edəcək? Bərabərləşəcək. Yəni əlində qalan pulla xərclədiyi pul bərabərləşəcək. İndi ona görə bunun pulu nə olmalıdır? 75'ə çatmalıdır ki, 75 xərcləsin, əlində də 75 qalsın. Deməli, bu 15 günə 75 manat xərcləyib. Aydındır? 15 günə 75 manat xərcləyib. Deməli, 5 günə, 1 günə 5 manat xərcləyir bu. Elnurun pulu neçə günə bitər? İndi Elnurun pulun miqdarı göstərilib. İndi uşaqlar, bu sual biraz şübhəlidir. Niyə görə? Biz burada iki cür yanaşa bilərik. 1. Bu 150 manat pulu xərcləyib 5. Bildiniz? 150 manat pulu xərcləyib neçə günə xərcləyər? Günə 5 manat xərcləyirsə 150-ni bölərəm 5'ə, olar 30. Bir də var 15 gündən sonraki məsələ. Məsələn, bura qədər xərcləyib artıq, bundan sonrakını soruşur. Burada da artıq 75 manat pul qalıb. Bax, 75'i 5'ə bölərəm, olar 15. İndi uşaqlar, bu artıq bu hissəsi iki başlıdır. Yəni cavab 30 da ola bilər, 15 də ola bilər. Əgər tam şəkildə soruşursa, onu nəzərdə tutub soruşursa, cavab 30'dur. Yəni pulun hamısını sıfırdan 150 manat xərcləməyə soruşursa 30 gündür. Amma yox, buradan 15'dən sonrakını soruşursa, bu 15'dir. Sualın o hissəsində dəqiqlik yoxdur. Ona görə də hər ikisi ola bilər cavab. Dediyim kimi 150 manat soruşursa 30 manat. Yox, 75 manat soruşsa 15 günə bitəcək. 30 günə 15 günə bitəcək. 80. A bucağı 100, B bucağı 50, C-ni tap. Uşaqlar, bura mən bir x deyərəm. Aydın məsələdir ki, 100 ilə x-i toplayırsan, bunu 180'dən çıxanda bizə verməlidir 50'ni. 180 çıx 100 çıx x bərabərdir 50. 80 çıx x bərabərdir 50. X də bərabərdir 30. Cavab oldu 30. Və 81-ci sual. Tərəfi 8 olan ABCD kvadratında S1 bölünsün S2 9'da 1'dir. Yəni bunun sahəsi bundan 9 dəfə böyükdürsə, onda tərəf 3 dəfə böyükdür. Yəni bura 3x-dir, sahələr həmişə kvadratlandır. Bura x-dirsə, bura 3x-dir. Onda burada x olur, tərəfi oldu 4x. 4x bərabərdir 8'ə, x də bərabərdir 2'yə, çünki tərəfi 8'dir. Bizdən S2-ni soruşur, yəni bunu soruşur. İndi diqqətlə baxın. X 2-dirsə, burada 2'dir. Bunun tərəfi 8 olduğuna görə bura qalır 6. Bura olur 6, bura olur 2. Bura 6'dırsa, burada 6'dır. İndi bizdən bunun sahəsini soruşuraq. Düz bucaqlı, üst bucaqlı uşaqlar 6 vur 6 böl 2 oldu 18. Və salam uşaqlar, bütün sualların izahını verdik. Hardasa hesab sərf elədiksə mütləq rəy bölməsində qeyd edin. Sualların da müzakirəsi olacaq 27 aprel üçün. Bu PDF-də Telegram kanalımızda olacaq. Sağ olun, hər birinizə uğurlar.